təsəvvür edin ki, sizə nəhəng, qüdrətli bir imperiya miras qalır. Yəni, səndən əvvəlki hökmdar, babanız 10 illiklər boyu qəpik-qəpik, belə deyək, böyük bir qənaətlə dövlət xəzinəsinə düz 900 min tümən qızıl toplayıb. Ki, bu da o dövr üçün ağla sığmaz bir sərvətdir. Yəni, rəqəmi təsəvvür etmək belə çətindir. Tamamilə. Amma siz taxta çıxanda nə görürsünüz? Xəzinənin qapıları açıqdır, sandıqlar bomboşdur, ordu tamamilə darmadağındır, generallarınız mərkəzi hakimiyyəti, yəni sizi saymaq əvəzinə bir-birlərini qırırlar, üstəlik qapınızda dünyanın ən qüdrətli hərbi maşını olan düşmən ordusu dayanıb. Çox dəhşətli bir mənzərədir. Həqiqətən, bugünkü dərin təhlilimizdə biz mənbələrə, xüsusən də tarixçilərin, o dövrü dərindən təhlil edən salnaməçilərin qeydlərinə əsaslanaraq sizi məhz belə bir uçurumun kənarına aparırıq. Səfəvilər dövlətinin tam iflas həddinə gəldiyi o kritik anlara, bizi bu araşdırmada müşahidə etdiyiniz üçün sizə təşəkkür edirik. Biz Şah 1. Abbasın o xarabalığı necə təhvil aldığını və dövləti xilas etmək üçün imperiyanın DNT-sini necə amansızcasına dəyişdiyini incələyəcəyik. Və baxın, buradakı ən paradoksal tərəf odur ki, kənardan baxanda bəzən dövləti xilas edən o addımlar elə dövlətin öz təməllərini dağıtmaq kimi görünür. Aha, maraqlı yanaşmadır. Yəni, Şah Abbas sadəcə sərhədləri qorumadı. O köhnə binanı uçmaqdan xilas etmək üçün onun elə ən vacib sütunlarını söktü ki, sonda ayaqda qalan o bina tamamilə başqa bir memarlıq əsərinə çevrildi. Vau, yəni köklü bir dəyişiklikdən danışırıq. Bax, elə bu dəyişimi, o sizin dediyiniz memarlığı anlamaq üçün gəlin əvvəlcə mənzərəni biraz da tam təsəvvür edək. Şah Abbas hakimiyyətə gələndə əslində nə baş verirdi? Yəni, niyə biz deyirik ki, o vaxt dövlət artıq reanimasiyadaydı, o cür nəhəng, o 900 min tümən qızıl hara yoxa çıxmışdı? Baxın, bu səbəb-nəticə əlaqəsini qurmaq üçün biz Abbasdan biraz əvvələ getməliyik, o qanlı xaosun düz mərkəzinə. Deməli, 1. Şah Təhmasib 1576-cı ildə vəfat edəndə Səfəvilər dövləti çox böyük və nisbətən sabit bir vəziyyətdə idi. Yəni, hər şey qaydasında görünürdü. Bəli, amma onun ölümündən dərhal sonra taxta çıxan 2. Şah İsmail dövləti qorxu və terrorla idarə etməyə başladı. Təsəvvür edin, kütləvi edamlar həyata keçirdi. Hətta öz sülaləsinin ən qabiliyyətli nümayəndələrini belə qətlə yetirdi. Bu, əslində dövlətin beyin mərkəzinə vurulan ilk ciddi zərbə idi. Lakin əsl fəlakət... Bir dəqiqə, əsl fəlakət onun ardınca gələn o Şah Məhəmməd Xudabəndənin dövründə yaşanır, düzdür? Şah Abbasın atası. Tamamilə düzdür, Şah Məhəmməd Xudabəndə. Mənbələrdə onun necə zəif iradəli, hətta fiziki cəhətdən də xəstə, gözləri zəif görən bir hökmdar olduğu qeyd edilir. Yəni, faktiki olaraq dövləti idarə edəcək gücdə deyildi. Qətiyyən deyildi. Və bu zəifliyi görən əmirlər, o saray məmurları büdcəni sadəcə talamağa başladılar. İskəndər bəy Münşi kimi salnaməçilər dəhşətlə qeyd edirlər ki, Təhmasibin 10 illiklərlə topladığı o nəhəng xəzinə, o bütöv sandıqlarla qızıllar... O bayaq bəhs etdiyimiz qızıllar. Bəli, məhz onlar. Xudabəndənin dövründə cəmi bir il ərzində talan edildi. Bir ilə. Dəhşətdir. Hə, tamamilə sıfırlandı. Amma bilirsiniz, xəzinənin boşaldılması sadəcə bir simptomuydu. Əsl xərçəng hüceyrəsi, belə deyək, dövlətin içini yeyən qurd, o qızılbaş əmirləri arasındakı qatı tayfa düşmənçiliyidir. Yəni o məşhur Ustazlı, Şamlı, Təkəli, Türkman tayfaları. Məhz onlar. Bunlar axı Səfəvi dövlətini quran əsas hərbi gücləri idi. Amma o dövrdə artıq dövlətin bütövlüyünü tam unudub, sırf öz tayfalarının o gəlirli vəzifələrini, əyalətlərini qorumaq üçün bir-birlərini sanki düşmən kimi qırırdılar. Bilirsiniz, mən bunu həmişə müasir biznes dünyasına bənzətməyə çalışıram. Dinləyicilərimiz üçün də vəziyyəti belə vizuallaşdıraq. Təsəvvür edin ki, böyük bir qlobal brendin müxtəlif şəhərlərdə müstəqil franşiza sahibləri var. Hə, yaxşı analogiyadır. Baxın, bu franşiza sahibləri, yəni bizim hekayədəki qızılbaş əmirləri, brendin loqosunu daşıyırlar, amma baş ofisə, yəni şaha hesabat vermək, mənfəəti bölüşmək, şirkəti böyütmək əvəzinə rəqabətə girib bir-birlərinin mağazalarını yandırırlar. Təbii ki,
qonşu küçədəki nəhəng rəqib şirkət də bunu fürsət bilib bazara daxil olacaq. Elə deyilmi? Sizin bu franşiza analogiyanız vəziyyətin mexanizmini doğrudan da çox dəqiq izah edir. Yəni bu sadəcə şəxsi tamahkarlıq deyildi. Bu köhnə tayfa sisteminin böyük bir struktur qüsuruydu. Mənbələrdə bunun çox konkret, belə ürək ağrıdan bir sübutu da var. Hansı sübut? Deməli, Osmanlı ordusu Fərhad Paşanın başçılığı ilə hücuma keçir və Çuxursəid vilayətini, yəni indiki İrəvan ərazisini mühasirəyə alır. Aha. Oranın yerli idarəçisi, yəni sizin təbirinizcə desək, yerli franşiza sahibi Məhəmməd xan Toxmaqzdaclı kömək üçün qonşu əyalətə müraciət edir. Yəni Təbrizdəki əmirlərə, xüsusən də Əmir xan Türkmana təcili məktublar göndərir. Yəni deyir ki, baxın, düşmən qapıdadır, gəlin birləşək, dövləti qoruyaq. Və təxmin edim, Təbriz əmirləri heç nə etmir. Tamamilə heç nə. Qətiyyən yerlərindən tərpənmirlər. Bəhanə olaraq da deyirlər ki, biz güya Təbrizin müdafiəsində qalmalıyıq, amma əsl səbəb başqa idi. Əmirxan Türkman başqa bir tayfanın nümayəndəsinə, yəni bir ustaclıya kömək etmək istəmirdi. Məntiq belə idi ki, qoy o zəifləsin, mən güclü qalım. Bu ki birbaşa xəyanətdir. Bəs nəticədə nə olur? Nəticədə İrəvan Osmanlıların əlinə keçdi və çox keçmədən Təbrizin özü də işğal olundu. Çünki axı sən qonşu obyekti yanmağa tərk edəndə o yanğın gəlib axırda səni də tapır. Yəni, bu hadisə sadəcə bir hərbi məğlubiyyət deyildi. Bu tayfa təəssübkeşliyinin, o ifrat egoizmin dövlətin necə məhv etdiyinin ən açıq sübutuydu. Və baxın, gənc Şahzadə Abbas məhz bütün bu idarə olunmaz xaosun, parçalanmanın içində böyüyürdü. O qızılbaşların bu xəyanətkar egoizmini heç vaxt unutmayacaqdı. Yəni o bu travma ilə hakimiyyətə gəlirdi. Beləliklə o məhşum 1587-ci ildə bütün bu fəlakətlərin zirvəsində gənc Abbas taxta çıxır, səhv etmirəmsə cəmi 16-17 yaşlarındaydı. Bəli, çox gənc idi. Şirkət tamamilə iflasdadır, kassa boşdur, departament rəhbərləri bir-birini qırır və ən böyük rəqib olan Osmanlılar artıq sənin ən gəlirli zavodlarını, yəni Azərbaycanı, o zəngin ipək mərkəzlərini ələ keçirib və təbii ki, gənc bir böhran meneceri kimi ondan gözləntilər çox böyükdür. Hər kəs düşünür ki, o dərhal qılıncını çəkib düşmənin üstünə atılacaq. Bəli, amma onun atdığı ilk böyük siyasi addım bugün belə tarixi mənbələri oxuyanda adamı şoka salır. Sizi şoka salan o addım 1590-cı ildə imzalanan o məşhur İstanbul sülhü idi. Yəni Abbas hakimiyyətə gələn kimi dərhal Osmanlılarla təcili sülh danışıqlarına başladı. Və bilirsiniz, bu sülhün şərtləri Səfəvilər üçün inanılmaz dərəcədə ağır, hətta alçaldıcı idi. Necə şərtlərdən danışırıq? O, Səfəvilərin ən dəyərli torpaqlarını, Azərbaycanı, Şirvanı, Gürcüstanı və İranın qərb əyalətlərini rəsmən Osmanlılara verməyə razılaşdı. Yəni, təsəvvür edirsinizmi? Dövlətin iqtisadi ürəyini, ən çox vergi gətirən o münbit torpaqları düşmənə təslim etdi. Bax, elə mənim də etirazım, mənə ən çox şoka salan hissə məhz budur. Yəni, bir dəqiqə sən taxta çıxırsan, hamı səndən dövləti xilas etməyini gözləyir, sənin isə ilk işin dövlətin təməl torpaqlarını rəqibə bağışlamaq olur. Axı, bu döyüşmədən, qan tökmədən sadəcə qapıları açıb təslim olmaq deməkdir. Yəni, kənardan belə görünür. Mən tam əminəm ki, o vaxt sarayda o qızılbaş əmirləri pıçıltı ilə Abbası qorxaqlıqda günahlandırırdılar. Evi xilas etmək üçün, belə deyək, evin yarısını satmaq necə bir xilaskarlıq ola bilər axı? Çox haqlı bir sualdır. Əgər biz hadisəyə sadəcə torpaq verdik, uduzduq kimi bəsit bir prizmadan baxsaq, sizin etirazınız tamamilə yerindədir. Lakin Abbasın o dövrdə zehnindəki qlobal xəritəyə baxdıqda, bunun heç də qorxaqlıq deyil, çox soyuqqanlı, hətta amansız bir strateji geri çəkilmə olduğunu görürük. Nə mənada? Xəritə necə görünürdü ki? Gəlin xəritəni açaq. Abbasın qarşısında eyni anda 3 fərqli ölümcül cəbhə var idi. Qərqdə dövrünün ən böyük, ən güclü odlu silahlarla təchiz olunmuş nizamlı Osmanlı ordusu. Şərqdə Xarasanı yağmalayan və hər an paytaxt Qəzvinə doğru irəliləyə biləcək köçəri Özbək xanlığı. O da böyük bir təhlükə idi. Təbii ki, daxildə isə sizin o franşiza sahibləri adlandırdığınız şahın əmrini ümumiyyətlə vecə almayan,
ona qarşı qiyam qaldıran qızılbaş əmirləri. Tarix bizə dəfələrlə sübut edib ki, eyni anda üç cəbhədə vuruşmaq istənilən imperiya üçün intihardır. Yəni, sadəcə məhv olarsan. Bəli. Abbas isə hisslərlə yox, rasional riyaziyyatla qərar verirdi. O çox yaxşı anlayırdı ki, əgər indi qüruruna yenilsə, o yarımcıq, nizamsız ordu ilə Osmanlı ilə vuruşmağa cəhd etsə, nəinki Azərbaycanı itirəcək, bütövlükdə dövlət məhv olacaq. Anladım. Ona görə də o, hər şeyi qurban verib, sadəcə bir tək şeyi satın aldı, zamanı. Yəni, düşüncəsi buydu ki, torpağı gələcəkdə geri almaq olar, amma dövlət bugün çöksə hər şey bitəcəkdi. Bu qazanılmış zaman da ona o dövlətin xərçəngini, o dikbaş qızılbaş əmirlərini zərərsizləşdirmək və ən əsası ordunu sıfırdan yeni texnologiya ilə qurmaq üçün lazım idi. Çox maraqlıdır. Deməli, o, əsil cərrahiyyə əməliyyatına başlaya bilmək üçün əvvəlcə sadəcə qan axmanı dayandırdı. Yaxşı, tutalım ki, zamanı qazandı. Amma zaman axı öz-özünə top tüfəng istehsal etmir. Əlbəttə. Abbas da başa düşürdü ki, Səfəvilərin o köhnə, qılınc və nizəli atlılardan ibarət ənənəvi tayfə ordusu Osmanlıların yeni növ odlu silahlarına, nizamlı piyada qoşunlarına qarşı sadəcə acizdir. Çaldıran döyüşündən bəri zaten bu kabus Səfəvilərin üstündə dolaşırdı. Eyni zamanda gedib qızılbaşlara gəlin mənə modern silahlar alında deyə bilməzdi. Çünki onlara zərrə qədər güvənmirdi. Düzdür. Bəs o zaman o, bu texnologiyanı, bu hərbi yeniliyi haradan tapacaqdı? Bax, sizin vurğuladığınız bu məqam Abbasın diplomatik dühasının əsl parladığı yerdir. O, çox cəsarətli və o dövr üçün həqiqətən qeyri-adi bir addım atır. O, üzünü şərqə və ya daxilə deyil, birbaşa qərbə, yəni Avropaya çevirir. Təsəvvür edin, 1599-1601-ci illərdə, yəni o müharibəsiz keçən zaman qazanma dövründə, Şah Abbas Avropaya xüsusi çox geniş tərkibli bir səfirlik göndərir. Yəni xüsusi nümayəndə heyəti. Bəli, bu nümayəndə heyəti az qala bütün ditəni dolaşır. Rusiya, Almaniya, İtaliya dövlətləri, Fransa, İspaniya, əsas məqsəd isə Osmanlı imperiyasına qarşı geniş miqyaslı, belə qlobal bir hərbi siyasi ittifaq yaratmaq idi. Yəni düşmənimin düşməni mənim dostumdur, məntiqi. Tam olaraq. Mən mənbələrdəki o qeydləri oxuyanda həqiqətən təəccüblənmişdim, çünki Avropalılar da o dövrdə Osmanlıdan yaman çəkinirdilər. Axı Viyanaya qədər irəliləyən bir türk təhlükəsi var idi. Və Abbas bax bu ortaq qorxudan mükəmməl istifadə edirdi. Yeri gəlmişkən, o Avropa səfərinin ən rəngarəng, ən heyrətamiz simalarından biri Oruc bəy Bayat idi. Yəni o adamın hekayəsi özlüyündə bir film ssenarisidir. Hə, mütləq. Oruc bəyin hekayəsi çox fərqlidir. Təsəvvür edin, o səfirliklə birlikdə İspaniyaya qədər gedir, orada xristianlığı qəbul edir, adını Don Juan qoyur və ömrünün sonuna qədər elə orada yaşayıb saray həyatına qatılır. Hətta Səfəvilər haqqında qərb mənbələri üçün o məşhur xronikanı da o yazıb. Bu fiqur şərqlə qərbin o dövrdə necə qəribə şəkildə toqquşduğunun ən canlı sübutudur məncə. Bəli, Oruc bəyin hekayəsi fərd səviyyəsində doğrudan da çox füsunkardır. Lakin bunun arxasındakı o nəhəng dövlət mexanizmini göz ardı etməməliyik. Yəni Abbas Avropaya sadəcə olaraq gedin deyin ki, gəlin ortaq düşmənə qarşı dost olaq demək üçün adam göndərmirdi. Axı diplomatiya quru sözlə işləmir, xüsusən də o vaxtlar. Bəs əlindəki o əsas vasitə nə idi? Abbasın əlində çox güclü, hər kəsi maraqlandıran, böyük bir iqtisadi qarmaq var idi. Azərbaycan ipəyi. İpək ticarəti. Bəli, o dövrdə ipək sadəcə bir geyim materialı deyildi. O, bugünkü neft kimi ya da beynəlxalq valyuta kimi qlobal ticarətin ən strateji mallarından biri idi. Əvvəllər Səfəvi ipəyi Avropaya Osmanlı ərazilərindən keçərək gedirdi. Və Osmanlılar da yəqin ki, bundan böyük gömrük vergiləri qazanırdılar. Əlbəttə, həm böyük qazanc əldə edirdilər, həm də tranziti idarə edirdilər. Abbas Avropalılara belə bir təkliflə getdi. O dedi ki, mən bu ipəyi sizə birbaşa Fars körfəzi vasitəsilə, o dəniz yolu ilə sataram. Gəlin bu Osmanlı vasitəçiliyini, yəni onların vergi qazancını sıradan çıxaraq. Bax, bununla o ipəyi əsl diplomatik silaha, geopolitik bir rıçağa çevirdi. Wow! Bax, bu sözün əsli mənasında oyun qaydalarını dəyişən bir gedişdir.
Yəni o bir növ düşmənin iqtisadi damarını kəsib, o damarı öz yeni müttəfiqlərinə bağlayır. Çox ağıllıdır. Çox praqmatikdir, bəli. Yaxşı, Avropa ilə əlaqələr qurulur. Hətta İngilis məsləhətçiləri səhv etmirəmsə, o məşhur Şirli qardaşları gəlib Səfəvi ordusuna top və tüfənglərdən istifadəni öyrədirlər. Amma biz verilişin əvvəlində dedik axı, Abbas təkcə xarici vəziyyəti xilas etmədi, o dövlətin DNT-sini də dəyişdi. Çünki sən ordunu modernləşdirirsənsə, bu ordunu kimdən təşkil edəcəksən? O etibarsız, səni satan qızılbaşlardan. Tam olaraq düyün nöqtəsi elə buradadır. Şah Abbas qızılbaşların əlinə müasir odlu silahları verib, onları özünə qarşı daha da təhlükəli edə bilməzdi. Ona görə də o, dövlətin elə öz sütunlarını kəsməyə qərar verdi. O, qızılbaş atlılarına alternativ olaraq tamamilə yeni, nizamlı və ən əsası, sadəcə və sadəcə ona sadiq olan bir ordu qurmağa başladı. Bax, bu sistem tarixə Qulam sistemi kimi daxil oldu. Qulam sistemi. Yəni bu anlayışı dinləyicilərimiz üçün biraz açaq. Nədir bu qulam sistemi? Çünki sözün kökü köləliyə gedib çıxır, lakin mən əminəm ki, bu klassik mənada o plantasiya köləliyi deyildi. Bu mexanizm əslində necə işləyirdi? Ən sadə dillə desək, qulam sistemi şahın özü üçün çox sadiq və peşəkar, necə deyərlər, kontraktlı menecerlər və əskərlər yaratmaq mexanizmi idi. Deməli, Abbas Qafqazdan əsasən də Gürcü, Çərkəz və erməni əsilli gəncləri gətirir, onları islamlaşdırır və xüsusi hərbi idarəçilik məktəblərində yetişdirirdi. Yəni onları uşaqlıqdan məhz dövlət üçün formalaşdırırdı. Bəli, və ən vacibi nə idi bilirsinizmi? Bu gənclərin arxasında heç bir tayfa gücü, heç bir yerli qohumluq əlaqəsi yox idi. Yəni onlar qızılbaşlar kimi filan əmirdən və ya filan tayfadan asılı deyildilər. Deməli, maaşı da birbaşa mərkəzdən alırdılar. Bəli, elə. Onların maaşını birbaşa şah öz xəzinəsindən, öz büdcəsindən verirdi. Buna görə də onların tək qibləsi, tək ağası yalnız və yalnız Şah Abbasın özü idi. Abbas bax bu qulamları müasir tüfənglərlə silahlandırdı. Daha sonra isə onları nəinki sadəcə orduda, hətta dövlətin ən yüksək mülki vəzifələrində belə yerləşdirməyə başladı. Bəylərbəyi kimi, vəzir kimi, çox mühüm postlarda. Aha, yəni iqtidarı tamamilə mərkəzləşdirdi. Bəli, sizin bayaqki o franşiza analogiyanıza qayıtsaq, Abbas o asil, öz başına işləyən franşiza sahiblərini sadəcə vəzifədən kənarlaşdırıb, yerinə tamamilə baş ofisə bağlı, maaşla işləyən peşəkar direktorlar təyin etdi. Dəhşətli dərəcədə praqmatik, amma eyni zamanda çox qəddar bir gedişdi məncə. Yəni, sən faktik olaraq dövləti quranları, Səfəvi imperiyasının təməlini atan o qızılbaş babalarını sistemdən qovursan. Amma mənə elə gəlir ki, təkcə qovmaqla iş bitmirdi. Axı o qızılbaşların nəhəng torpaqları, geniş mülkləri var idi. Onların o boyda iqtisadi gücünü necə qırdı? Bax, bu sual bizi Abbasın etdiyi digər çox vacib struktur islahatına, Tiul sisteminin qanuniləşdirilməsinə gətirir. Tiul, o nə deməkdir? Tiul, şərti torpaq mülkiyyəti deməkdir. Əvvəllər necə idi? Qızılbaş tayfa başçıları gedib hansısa bir əyaləti ələ keçirəndə o torpağı sanki özlərinin irsi, mülkü, ata-baba malı sayırdılar. Şah Abbas isə qanunla müəyyən etdi ki, imperiyadakı heç bir torpaq şahdan başqa heç kimin irsi, mülkü ola bilməz. Yəni torpağın əsl sahibi dövlətdir. Bəli. Torpaq sənə ancaq və ancaq dövlətə, yəni şaha qulluq etdiyin müddətcə istifadə üçün verilir. Əgər qulluqdan çıxdınsa, yaxud hansısa itaətsizlik etdinsə vəssalam, torpaq dərhal əlindən alınır. Bununla o feodalların o iqtisadi müstəqilliyini belə deyək tamamilə sarsıtdı. Hər kəs məcbur olub birbaşa mərkəzə, möhtac duruma düşdü. Bilirsiniz, bütün bu islahatlar əslində bizə çox önəmli bir şeyi göstərir. Səfəvilər artıq o tayfa ittifaqından ibarət köçəri bir quruluş olmaqdan çıxıb, Avropa tərzi belə deyək, tam mərkəzləşdirilmiş bürokratik bir imperiyaya çevrilirdi. Amma burada mənim üçün ən sarsıdıcı, hətta biraz kədərli məqam coğrafiya ilə bağlıdır. Necə yəni coğrafiya ilə bağlı? Şah Abbas bu gücləndirilmiş yeni qulam ordusu ilə o uzaq görən sülh müqaviləsindən illər sonra geri dönüb Osmanlılara məğlub etdi axı. O itirilmiş torpaqları, xüsusilə də Azərbaycanı qılınc gücünə geri aldı.
Amma geri aldığı Azərbaycan artıq o köhnə Azərbaycan deyildi. Yəni bu xilaskarlıq əməliyyatının, bu böyük yenidən qurmanın ən böyük qurbanı məhz bu regionun statusu oldu. Əfsuslar olsun ki, bu acı bir reallıqdır. İllərlə davam edən o ağır Osmanlı işğalı, o dəhşətli dağıntılar, üstəgəl Abbasın özünün belə geri çəkilərkən tətbiq etdiyi o məşhur yandırılmış torpaq taktikası Azərbaycan iqtisadiyyatını, xüsusən də şəhərlərini məhv etmişdi. Yəni ticarət yolları, infrastruktur tamamilə çökmüşdü. Bəli, o vaxtilə qüdrətli Təbriz, ticarət mərkəzi olan Şamaxı əvvəlki əzəmətini itirmişdi. Bundan əlavə, ən önəmlisi, Abbas siyasi bir qərar da verərək, dövlətin paytaxtını Qəzvindən daha da cənuba, İranın düz mərkəzinə İsfahana köçürdü. Bax, elə burada mən dayanıb soruşmaq istəyirəm, niyə bəs İsfahan? Niyə o qurucu torpaqlarla, o şimalla bağlarını bu qədər sərt şəkildə kəsdi? Çünki İsfahan həm cəbhə xəttindən, yəni Osmanlı və Özbək hücumlarından uzaq, daha təhlükəsiz bir mərkəz idi, həm də bəlkə də ən vacibi o ənənəvi qızılbaşların ocağından, onların sadiq tərəfdarlarının qaynayıb qarışdığı Azərbaycandan çox uzaq idi. Yəni onlardan fiziki olaraq da uzaqlaşmaq istəyirdi. Tamamilə. Abbas yeni imperiyanı köhnə xatirələrin, o köhnə düşmənçiliklərin, tayfa davalarının olmadığı təmiz bir vərəqdə qurmaq istəyirdi. O, İsfahanı yenidən inşa etdirdi, orada nəhəng meydanlar, saraylar tikdirdi və bütün mərkəzi idarə etməni məhz ora cəmlədi. Nəticədə nə oldu? Səfəvilər dövlətinin əsl qurucu nüvəsi olan Azərbaycan və o qızılbaş əyanları dominant mövqilərini birdəfəli itirdilər. Çox təəssüf. Azərbaycan bir növ əyalətə çevrildi, gücü isə daxili vilayətlərə doğru sürüşdü. Bəli, hətta mən sizə bir maraqlı detal da deyim. Səfəvilərin o mənəvi dini əsasını təşkil edən, vaxtilə bütün o sufi dərvişlərinə rəhbərlik edən və çox böyük siyasi gücü olan bir vəzifə var idi, Xəlifə Təl-Xulefə vəzifəsi. Eşitmişəm. Şah Abbasın islahatları nəticəsində, bax o vəzifə belə şahın yanında sadəcə inzibati işlərə baxan adi bir katibliyə çevrildi. Yəni, şah dini gücü də tamamilə siyasi gücə tabe etdi. Düşünəndə sözün düzü adamın tükləri ürpəşir. Yəni, belə çıxır ki, Şah İsmailin vaxtında o mürşid-mürid, yəni dini rəhbər və sadiq ardıcıl münasibətləri üzərində qurulan, şövqlə vuruşan o dərviş qızılbaş hərəkatından heç bir əsər əlamət qalmadı. Heç nə qalmadı, bəli. Amma ruhsuz, sırf mənfəət və bürokratiya üzərində duran yeni bir imperiya qurdu. Yekunlaşdırsaq dinləyicilərimiz üçün də aydın olsun deyə, mənbələrdən açıqca görünür ki, Şah 1. Abbas uçurumdan yuvarlanan bir dövləti xilas etdi. Bunu o, 1590-cı il sülhü ilə ağır ərazi güzəştlərinə gedərək etdi, sonra Avropa ilə İpək üzərindən qlobal bir diplomatiya quraraq və daxildə o asil qızılbaşları tamamilə sıradan çıxarıb, qulamlarla əvəzləyərək bacardı. Dövlət yaşadı, bəli, Osmanlı məğlub edildi, amma bu sağ qalmağın bədəli dövlətin təməl xarakterinin, o yaradılış fəlsəfəsinin və mərkəzinin birdəfəlik dəyişməsi oldu. Bilirsiniz, sizin bu təhliliniz mənə hadisələrə biraz fərqli, biraz daha fəlsəfi müstəvidən baxmağa vadar edir. Biz bugün deyirik ki, Şah Abbas böyük bir islahatçı idi, dövləti modernləşdirdi, baxın, qərbə açdı, lakin gəlin reallıqla üzləşək. Hansı reallıqla? Bütün bu mərkəzləşdirmə siyasəti, o bəhs etdiyimiz qulam sistemi, o Avropa elçilikləri, heç də Abbasın otağında rahat oturub cızdığı hansısa nəhəng, maarifpərvər bir inkişaf planı deyildi. Yəni demək istəyirsiniz ki, o sadəcə vəziyyətə reaksiya verirdi? Tamamilə. Bu qərarların hamısı daxili iflasdan və amansız Osmanlı təhlükəsindən doğan sadəcə bir məcburiyyət idi. Yəni bu, inkişaf etmək arzusu deyil, heyvani bir sağ qalmaq instinkti idi. Maraqlı baxış bucağıdır. Bir anlıq təsəvvür edin, əgər o vaxt Osmanlı ordusunun topları o qədər qorxunc olmasaydı və ya o qızılbaş əmirlərinin tayfa eqoizmi dövlətin xəzinəsini, torpaqlarını o qədər sürətlə talan etməsəydi, Abbas nəsə dəyişəcəkdimi? Sualınıza cavab olaraq, çox güman ki, xeyr. Heç vaxt. O, niyə öz köklərinə, babalarının adətlərinə qarşı çıxıb belə radikal qərarlar verməli idi ki?
Çox böyük ehtimalla Səfəvilər elə əvvəlki kimi ənənəvi, qapalı, sırf regional bir tayfa ittifaqı olaraq fəaliyyətinə davam edəcəkdi və bax bu bizə dərin bir paradoksu göstərir. Tarixdə ən böyük sıçrayışlar, o ən radikal modernləşmələr heç vaxt rahatlıqdan doğmur. Onlar ancaq məhv olmaq təhlükəsinin, o ən böyük fəlakətlərin tam ortasından doğur. Dinləyicilərimiz bunu mütləq düşünün. Çox gözəl nöqtədir. Yəni, bina çökmək üzrə olmasaydı, heç kim o sütunları kəsməyə, o köhnə divarları uçurmağa cəsarət etməzdi. Görünür, insanın da, bütövlükdə dövlətlərin də ən bariz təbiəti budur, arxanda uçurum yoxdursa, qanatlarını açmağa ehtiyac duymursan. Bu dərin təhlildə bizimlə yoldaşlıq etdiyiniz üçün hər birinizə çox təşəkkür edirik. Növbəti araşdırmamızda yeni bir dərinlikdə görüşənədək özünüzə yaxşı baxın.